Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun, dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəldiniz. Bugün yenə qışa hazırlığım davam edir. Badımcandan qarışıq turşu hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Badımcanın qabığını zolaq formasında soyuram. Əslində bunun qabığını soymağa ehtiyac yoxdur. Sadəcə görüntü gözəl görünsün deyə mən bunu soydum. Ərzaqlarımız nədən ibarətdir? Kilo yarım badımcan götürmüşəm. 3 ədəd qırmızı, 3 ədəd şirin bibər, 2 ədəd yer kökü, 2 ədəd acı bibər, sarımsaq, cəfəri və nanə. Ərzaqlarımız bunlardır. Az və tez başa gələn turşu. Əgər siz düşünürsünüzsə ki, içi doldurulmuş badımcan turşusu biraz çətindir eləmək, vaxt aparandır, o zaman bu formada edə bilərsiniz. Çünki bunun ərzaqları tam eynidir, eyni dadı da verir. Yəni bu asan variantı edə bilərsiniz, əgər içi doldurulmuş badımcan sizə çətin gəlirsə. Gördüyünüz kimi badımcanları zolaqlı formada soydum və bu formada doğrayıram. Siz istədiyiniz formada doğraya bilərsiniz. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Su qoymuşdum qaynamağa. Üzərinə 2 yemək qaşığı duz əlavə edirəm. Badımcanları biraz pörtəcəm. Suyumuz artıq qaynayır və badımcanları içərisinə əlavə edirəm. 3-4 dəqiqə kimi bunu qaynadıram. Çox qaynatmağa ehtiyac yoxdur. Çünki çox yumşalmasın. Və əlimlə baxıram. Əgər biraz yumşalıbsa götürürəm. Bütün badımcanların hamısını eyni qayda ilə bişirdim və bunların üzərinə qab qoyuram, acı suyu getsin deyə. Bunun da üzərinə 3 litrlik balonu su ilə doldurub qoyuram. Mən 3 litrlik balonu su ilə doldurub qoydum üzərinə, ağırlıq olsun deyə. Siz daş da qoya bilərsiniz. Mən 5-6 saat saxlayıram, amma bunu bir gün öncədən də etmək olar, daha yaxşı olar. Sadəcə məndə vaxt olmadığı üçün mən bunu 5-6 saat saxladım. Biberləri də gördüyünüz kimi bu formada doğrayıram. İki ədəd acı biberi də doğrayıram. Acı biber, sarımsaq sizin zövqünüzə bağlıdır. Azaldıb və yaxud çoxalda bilərsiniz. Yer kökünü də bu formada doğrayıram. Bir dəstə cəfəri, bir dəstə nanəni də xırda-xırda doğrayıram. Bu turşumuza əslində kələm də vurmaq olardı. Sadəcə məndə evdə kələm olmadığı üçün, geç saat olduğu üçün gedib almağa vaxt olmadı deyə kələm istifadə etmədim. Amma sizdə olarsa kələm də vursaz daha yaxşı olar. Artıq badımcanlarımız hazırdır. Doğradığım ərzaqların üstünə 2 yemək qaşığı duz əlavə edib bunları yaxşı-yaxşı qarışdırıram. Keçirik əsas məsələyə. Bunları bankalara yığıram. 1 litrlik bankanın içərisinə ilk öncə badımcanları yığıram. Siz bu ərzaqları hamısını bir-birinə qarışdırıb da yığa bilərsiniz. Mən bunları qat-qat yığdım.
Birinci badımcanı yığıram bankanın dibinə. Sonra da doğradığım ərzaqların hamısının üzərinə əlavə edirəm və bu formada qat-qat banka dolana qədər yığıram. İkinci bankanı da yığıram. Məndə 2 banka çıxdı. Biri 2 litrlik, biri 1 litrlik bu ərzaqlarımızdan. Artıq gördüyünüz kimi turşularımız hazır oldu. Üzərinə 1 stəkan üzüm sirkəsi əlavə edirəm. 2 litrliyə 1 stəkan dolu üzüm sirkəsi əlavə edirəm. 1 litrliyə isə stəkanın yarısından. Və 2 litrlik bankamıza 1 yemək qaşığı duz, 1 litrliyə isə yarım qaşıq duz əlavə etdim yenidən və üzərinə qaynanmış soyuq su əlavə edirəm. Gördüyünüz kimi asan və tez başa gələn badımcan turşumuz da hazır oldu. Badımcandan qarışıq turşumuz da hazır oldu. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun, Allah əmanət olun.